Adi evə getdiniz bir tavada da bu götürünüz düyü olsun, kişmiş olsun, qol olsun. Atdınız bu forma məsələn, atdınız bu forma məşq edin. Yəni atın heç tərpətməyə ehtiyac yoxdur. Bunu bir dəmiri balonun üstünə qoyun. Çəkib bu işi əlinizə öyrədin. Yəni heç evdə 5 dəqiqə 10 dəqiqə sizin vaxtınız var. Durdunuz evdə bu forma evdə sizin ki bunu eləyin havalanırsın. Yəni bu formada bu forma işlədir. Yəni çəkdiniz atın, yəni bu forma əlinizə öyrəşdirin. Avtomatik bütün soğan qarışıq başqa sürü belə işləməyə. Bu sizə çətin görsənə bilər. Ən asan iş sadəcə bu iş vərdiş işidir. Yəni soğan götürürlər, deyir gözünü bağlayan belə. Yəni bu professional deyil, bu sadəcə vərdiş işidir. Mən də götürdüm. Bunu daşı götürdüm belə. O avtomatik. Yəni bu vərdiş işidir. Bu bir müddət sizə çətin gələ bilər. Bir müddət sonra sizin əlinizə öyrəşəcək. Yəni bu işləri evdə məşq eləyin. Əsas bu metodlardır. Məsələn, tutaq ki, bol desəm siz mənə bir dənə bol ver, bol tanıyırsınız yəqin ki. Tanımayan varsa məsələn onları öyrənin. Məsələn, tutaq ki, şef Power deyir, mənə bir dənə bol ver, aləm deyək bir-birinə mətbəx, zapardır, banket vaxtıdır. Mənə bir dənə bol ver. Belə gözünü döyüb baxmaq üçün oyda, nə istəyir məndən? Yəni o avtomatik sən düşdün qara siyahət, yerdə ki, başa öyrənəm, yəni sən alınmır da. Yəni adi cüzi bir şeydir ha. Məsələn, evdə mama atadan deyirlər, bol ver mənə. Yəni bunlara restoran sistemində bol deyirlər də, dəmirinə falan, onlara şefin dişləyirlər. Yəni bunları öyrənin, bu metodları öyrənin, atıb tutmaqdır. Yəni adi bir düyüdür, noxuddur. Nə oldu evdə? Atın cüzi bir formada atın tavaya, başınızı qatın da onunla evdə.